Xəyanəti görmüsən? Ya ayrıl, əgər ayrılmırsansa, ailən taleyini Müəyyən elə. əslində bir belə baxaq da, xəyanətə görə insan nə bilim mən deyə bilmərəm belə qadınlar xəyanət elədi, ayrıldı. Ayrılmamalıdılar. Niyə? Düz deyib, bu dəqiqə qadınlar hamısı mənə şey gələcək, amma ki nə bilim vallahi məncə yox. Yəni kişinin başqadır da, kişi ilə qadın bir deyil axı. Yəni qadın xəyanət eləyirsə bu qorxuludur. Qadın sevib xəyanət eləyir. Necə ki, yəni? Qadın kimisə sevirsə, başqasını xəyanət eləyir. Kişi sevib xəyanət eləyir. Yox, kişi sevmir. Kişi prosta həyatını belə rəngarəng eləmək üçün xəyanət eləyir, amma xanımını sevir. Əgər xanımını sevmirsə kişi, o ayrılar. Yəni qalmaz. Xanımını sevməyən kişi ayrılır.